Saat indi 11 işləyir. Mən isə hardasa saat 10-a qalmış oyanmışdım. Getdim, oyandım. Biraz makyaj elədim, paltarımı dəyişdirdim, saçımı daradım və videoya başladım. Videonun başında da gördüyünüz kimi anlaşılır ki, bugün bazar gününü birlikdə keçirəcəyik. Bugün evdəyəm, çöldə hər hansı bir planım yoxdur. Yemək yemədim. Çünki hazırlamamışam. İndi gedəcəyik, yeməyi hazırlayacaq. Yemək hazırlayandan sonra birlikdə günümüzə davam edəcəyik. Gəlin, indi gedək, yeməyimizi hazırlayaq. Nə yeyəcəm bilmirəm. Baxacam da. Gəl. Sadəcə yumurta qoydum. İndi isə birazdan bunu qoyacağam və qaynasınlar yeyəcəm. Yəni səhər yeməyimi hazırlayacağam. Yeməyim hazır olana qədər yatağımı yığdım. Bu ikisini də belə qoydum. Çox tatlı. Əvvəl bu təki idi. İndi yanında bu da var. Və havanın qəşəngliyi. Bir dəqiqə açım göstərim sizə. Baxın havaya. Ay, çox qəşəngdir. Çöldə də gördüyünüz kimi çox qəşəng hava var və düşündüm ki, bugün biraz gəzə bilərəm. Bugün çöldə gəzəcəm, amma tək gəzməyəcəm. Qardaşımla bir yerdə gəzəcəm. Saçım da çox pis görünür. Dünən saçımı yudum. Düzləşdirmədim. Bugün düzləşdirəcəyim. Burada isə artıq səhər yeməyimi hazırlamağa başlamışam. Sadəcə videonun öz səsini qoymadım, çünki arxada mahnı var idi. Ona görə üstünə səs yazıram. Sonunda bunu bitirə bildim. Yarım saatdır bununla əlləşirəm. Həm bunu doğramağa çalışıram. Yox, doğrama yox. Qabığını çıxarmağa çalışıram. Yəni zülüm çəkdim bayaqdandır, amma artıq hazır oldu yeməyim. İndi özümə çay da hazırlayacağam və artıq yeməyimi hazırlamış olacağam. Çay hazırladım, amma bəyənmədim çünki soyuq idi. Ona görə yeməyimi yeyirəm, daha sonra çay hazırlayacağam. Çayımı, yeməyimi yeyərək birlikdə içmək istəyərdim. Sadəcə gördüyünüz kimi çayım soyuq oldu, içə bilmədim. Mən yeməyimi yeyənə qədər çay qaynadı və çayımı indi içirəm. Çayımı içim, daha sonra nə edəcəyimizi baxarıq. Mən yeməyimi hazırladım, yedim. Zaten siz də gördünüz, çayımı da içdim. Biraz telefona baxdım, Instagramda biraz reels kaydırdım. Bu arada Instagramdan takip etmək istəyənlər üçün adım. Səhər alına biləcək şeyləri elədik. İndi saat neçədir görək? 11:43, yəni 12-yə qalır. Hələ də səhərdir, yəni mən bunu günorta saymıram. Saat 1-dən sonra ya da 1-də günorta sayılır. Ay, mesaj gəldi Bakseldən, nəysə. Deməli, indi mən saçımı düzləşdirəcəm. Bayaq bir neçə saniyəlik balkona çıxdım və havanın küləkli olduğunu gördüm. Səhər heç belə küləkli deyildi deyəsəm. Səhər dediyim də 1 saat bundan əvvəldə yəni. Havada biraz külək var. Amma olsun. Burada da əslində bayağı danışmışam. Sadəcə çox uzun olduğu üçün tez-tezləşdirdim. Tez bir formada izləyirsiniz. Belə oldu, baxın. Pis deyil. Əsas oldu, biraz düzləşdirdim. İndi gəlin paltarımı dəyişim və gedək biraz gəzək. Qəşəng oldu məncə. Kombinimi bir dəqiqə tam göstərim. Belə. Bunun cibində şey var. Gedək evdən çıxaq. Hava o qədər də küləkli deyilmiş əslində. Yaxşıdır. Ya bayaq küləkli idi, azaldı külək, ya da ki mən bayaq nazik geymişdim deyə elə gəldi mənə. Qardaşımla çıxdıq, belə gəzirik. Gəzirik deyəndə ki, hələ məhlədəyik. Ayaqqabılarım da sentyabr ayından sevərək geyindiyim, anamın zibilliyə at desə də atmadığım ayaqqabılarım. Göstərim. Məktəbə də bunu geyinirəm. Məktəbdə bir dənə qızda bundan görmüşdüm. Ay, görmürəm. Məktəbdə bir dənə qızda bundan görmüşdüm. Özümü çox pis elədim. Məndən başqası geyinməsin, xahiş edirəm. Şaka yaptım. Bir dənə yol var düz gedəndə.
O yola heç getməmişəm. Bəlkə də getmişəm, yanımda deyil. İndi gedirik o yola. Qabaqda da adam var. Bir şey deyim, mən belə telefonu belə tutub video seçəndə heç kimə qəribə baxmır. Sana bir şey diyeyim. Yox. Əvvəllər yox, elə indi də demək olar ki, telefonu belə tutub video çəkəndə biraz şey olaram, utanıram ki, cəmaət mənə baxacaq deyəcək, bu niyə edir, öz-özünə danışır falan. Amma məsələn, qabaqda indi adam var, maşının içində adam var, hətta maşını sürür falan. Amma heç kimə qəribə gəlmir şu an. Və tək bu gün deyil, ümumiyyətlə heç kimə qəribə gəlmir artıq. İndi bir dənə bundan götürürəm, marketə girdik və çıxırıq. Sadəcə bir ədəd bundan aldım. İndi hələ də gedirik, gəzirik, davam edirik. Elə, özüm çəkim. Mənim arxa kameram yaxşıdır, qabaq kameram yaxşı deyil. Niyə elə oldu ki? Uşaqlar, biz boşluğa gedirik. Getdik, gəzdik, elədik. Hələ də gəzirik. İndi düz gedirik və düz gedəndə artıq evlər zaten yoxdur heç nə, boşluqdur. Töllüydü. Çöllüydü, hə. Ay, nə qəşəng yazdı. Baxın, nə qəşəngdir. Nə qəşəng görünür. Bu da uzaqdan görünüşü. Qəşəngdirlər, hə? Biz deyəsən çölüyə gəldik. Boşduq. Biz at gördük. Ay, nə əlaqə? Nəysə, gəl. Adam da var, Deməli, biz getdik, tanımadığımız yollara falan getdik. Avtobus da gördük hətta və avtobusun yolu oradan deyil əslində. Yəni, avtobus niyə o yolla gedir, bilmirəm. Bilmirəm, buraları heç tanımıram, yəni. Boşduq. Bayaqda at gördük. At nə əlaqə? 35 dəqiqədir ki, gəzirik. Evə gedib çatana qədər də 40 dəqiqə olacaq. Və yəni getdiksə hər 40 dəqiqə bir yürüyüş elədik. Yaxşıdır, pis deyil. Bu da mənim qardaşımdır, uşaqlar, tanımayanlar üçün. Balacadır, 9 yaş var elə, başı işləmir. Amin. Gözlə bir dəqiqə. Dalı çevir. Amin, adı Amindir. Neyinirsən, bax, neyinirsən? Bu da mən. Mən olsa tanıyırsınız. Amin. Amma səni mənim izləyicilərim heç düzəməli görmürük. Ağıllı uşaq deyə biraz qaşına Martı kaçtı. getdik, hardasa 1 saata yaxın gəzdik, gəldik. Səhər yürüyüş eləmiş olduq, qəşəng oldu. İndi çay qoyacağam. Qoydum. Bunu hazırlayarıq. Birazdan kofe içərək videonun montajını eləyəcəm. Amma gedib əynimi dəyişim çünki istidir. Baxın, yadınızdadır. Mənim burada ətirlərim var idi axı. Mən bunların yerini dəyişdirdim. Çünki bu şkafa, ümumiyyətlə bu şkafa gün dəyir. Yəni necə gün dəyir? Bu şkaf düz pəncərənin qarşısındadır. Yəni üzbəyüzdürlər də o mənada. Gün dəyəndə promoy bura gəlir. Ona görə mən bu ətirlərin yerini dəyişdirdim. Yeni göstərim sizə. Ətirlərimin yeni burasıdır. Bura pəncərənin tam altı olduğu üçün bura gün dəymir. Bura qoydum. Düzdür, buradan istilik gəlir biraz. Amma bunu da zaten may ayında falan söndürərik deyə düşünürəm. Ona görə yeni yeri buradır. Tam video montajlamağa başlayırdım ki çay qaynadı. Ona görə gəlin bir dənə kofe düzəldək. Kofemi içim. Videonu biraz montajlayayım. Normalda video çəkə-çəkə montajlamağı istəmirəm. Amma video biraz uzun olacaq. Bir də ki uzun olmaqla yanaşı mən bu videonu sabah paylaşacağım. Ona görə düşünürəm ki nə etmək lazımdır? Montajı indidən eləmək lazımdır. Bu arada saat 2 işləyir. Lisədir. 13:18-dir. Bayaq da getdim çöldə biraz dava elədim. Amma heç olmaz.
hazırda özümü o qədər rahat hiss edirəm ki, bilirsiniz niyə? Çünki biraz narahat idim ki, bu videonun montajını çatdıra bilməyəcəm. Çünki sabah saat hardasa 2 yox, 3-ə qalmış ya da 3-də falan paylaşacaqdım bu videonu. Düşündüm ki, bir də montajını çatdırmaram falan. Amma montajını bitirdim. Yəni bu kadrı çəkənə qədər olan kadrların montajlarını bitirdim. 10 dəqiqə olub. İndi görən 2 dəqiqə olacaq. Yenidən gəldim bura. İndi yemək hazırlayacaq bir yerdə. Və mən bunu içməyi unutmuşam bu arada. Səhər yeməyindən sonra həmişə bu vitamini içirəm. Amma bugün unuttum. Başım qarışdı videoya, unuttum və içmədim. Ona görə indi içəcəm. Birazdan makyaj elədim. Güzgüdə qəşəng görünür makyajım, kamerada pis görünür. Axırıncıdır, baxın. Bitti. Amma hələ 2 dənə daha var. Maalesef. Makaron hazırlaya bilərik. Mənim ən sevdiyim ikinci yemək falandır makaron. Ən sevdiyim pizza da ikinci makarondur. Ona görə düşünürəm ki, makaron hazırlaya bilərik. Hazırlayaq mı? Məncə hazırlayaq. Orada. Bu qədər var. Hamısını istifadə edəyəm görəsən. Hamısı biraz çox olur. Hamısını qoymayacağım, biraz qoyum. Bu ikisinin fərqi nədir? İkisi tomatdır. Bu nədir? Bu tomatdan çox çiyələk vareniyasına oxşuyur. Buna baxın. Saçımı lotus sokoyla belə yığacam. Oldu mu? Yəni, oldu. Mən yığılı saç çox yaraşmır amma. Bir dənə tam soğanı doğrayacağım. İndi isə soğan doğrayıram. Əslində daha çox götürmüşdüm. Sadəcə gördüm ki, ücə çox olacaq. Qoydum kənara, sadəcə bu qədərini doğradım. Artıq soğan da hazır olur. İndi mən tomatı hazırlayacağım. Əvvəlcə bir qab götürürəm. Qab götürdüm. İndi bu qabın içine biraz tomat koyuram. Bunu yiyeyim. Oldu. Qəşəng. Günorta yemeğimiz ola yeni bir yemək daha hazırladıq. Bunu da yerine koyayım. Baxın, belə hazırladım. Günorta yeməğimiz də belədir. Biri qardaşımın, biri mənim. Soğanları biraz yandırmış ola bilərəm, amma onlara diqqət eləməsək, məncə qayət qəşəng oldu. Saat artıq 5-dir və mən sizə bir şey göstərmək istəyirəm. Baxın, əlimdə sarı rəngdə belə bir don var. Bu don əslində daha tündür. Bu kamerada açıq görünür. Nəysə. Bu don bilirsiniz nədir? Mənim anamın mənim yaşlarımda olanda geyindiyi dondur. Saxlayıb illərlə və artıq mən də indi o yaşlardayım və bu donu geyinib sizə göstərmək istəyirəm. Mənim donum yoxdur. Sadəcə bir ədəd donum var. Ondakı 2023-də almışdım. Çox geyinmədim. Bir dəfə geyindim. O qədər. İndi geyinmirəm heç. Bu da anamın donuydu. İndi bunu geyinəcəm və necə qaldığını sizə göstərəcəm. Geyinim gəlim. Baxın. Çok tatlı şey oldu ama tam siz görmürsünüz. Bir de kameram biraz arxa eləyək. Nasıl? Artıq saat 5'dir və mənim eləməli olduğum hər şey bitib. Başqa eləməli olduğum bir şey varmı? Məncə yoxdur. Bu qədər. Gedəcəm, makyajımı siləcəm və uzanıb biraz yatacağım. Günümü isə belə bitirirəm. Əslində gün elə bitməyib. Saat 5'dir. Sadəcə mənim eləməli olduğum şeylər bitib və bundan sonra sizə çəkə biləcəyim bir şey yoxdur çox. Ona görə düşünürəm ki, videomu da burada bitirim. Əgər sona qədər izlədinizsə, like atmağı və kanalıma abunə olmağı unutmayın. Ümid edirəm ki, videodan tam razı qalarsınız. Bye bye. Donum haqqında fikirlərinizi də yazarsınız.